Salam əziz izləyicilər, bugünkü videoma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə HTML haqqında məlumat verəcəm. Videoma keçməmişdən və kanalıma like atıb abunə olmağı unutmayın. Keçək videomuza. İlk öncə mən ən başda dediyim dərslərdə ya bura nida yazırdıq, ya da HTML5 yazıb başlayırdıq. Dokumentdə bizim web saytımızın adı idi. Yazaq bura master. Deməli, bugünkü dərslərimdə sizə demişdim ki, input dərsi keçəcəyim. Inputları göstərəcəyim. Input nədir? Input daxil etməkdir. Necə Pythonda var input daxil etmək. Burada da elədir. Bunun fərqli type'ları var. Onları göstərəcəyim. Mən bütün input type'larını yazıb sizə izahını verəcəyəm. Videonu dayandırıram burada. Deməli, mən bura inputların çoxsunu yazdım. Əsas vacib olanları yazdım. İlk öncə bizə input type text. Input type text adından da bəlli olduğu kimi yazı daxil etmək üçün istifadə olunur. Məsələn, yazıram Jode master və s. istədiyiniz şey yaza bilərsiniz. Password. Input password. Mən bura hərf yazacağam, rəqəm yazacağam. Öz Gmail-imin passwordunu və yaxud gizli bir password yazıram. Sadəcə özümün bildiyi. Məsələn, login kartlarında olur. Belə email yazsan, Gmail yazsan, sonra parolu yazanda nöqtə ilə düşür. Belə mən indi bu dəqiqə hərf və rəqəm yazıram. Sadəcə nöqtə düşür. Bu parolu məndən başqa heç kim görmür. Deməli, sonra button. Buttonda burada bir button var, görsənir. Yəqin ki, görsənər. Biraz belə eləyim. Button. Bu da sadə basıla bilən bir buttondur. Color. Bunun üzərinə basanda belə color gəlir. Məsələn, buradan RGB rəngi, HSL rəngi, hex rəngi seçə bilərik. Buradan da belə rənglər seçmək olur. Bunu da belə verəndə istədiyin rəngin, hex rəngin, RGB-sin, HSL-sin götürmək olur. Bunu da bildik. Choose file gəlir. Mən bura file yazmışam. Input type file. Bu file əlavə etmək üçün istifadə olunur. Məsələn, bunun üzərinə vuranda buradan bir index faylımı seçdim. Gördüyünüz kimi bura index HTML gəldi. Bunu bildik. Deməli. Radio range. Bu range doldurub doldurmamaq üçün istifadə olunur. Məsələn, bu belə qabağa verib geri vermək olur. Text box işarətləyib işarətləmək. Bu radiodan fərqi nədir? Biri radiodur, biri text box. Bu radiodur. Bu text boxdur. Burada radioda yalnız birini seçmək olur. Amma text boxda məsələn 3 dənə bir şey var, üçünü də seçmək olur. Radioda isə yalnız birini seçmək olur. Məsələn, bir dənə də radio yazım. Input radio. Burada bunu seçdim. Bunu da seçə bildim. Niyə belə oldu? Bunu bir dənə read only eləyək. Bunu seçdim, bunu da seçmək olur, bunu dəyişmək olur. Bunun məntiqi nə idi? Mən səhv dedim, üzr sayın. Həm bunun birini seçmək olur, həm də ki necə idi bu yadımdan çıxdı. Bunu seçəndə geri qaytarmaq olmur. Bax, seçdin qaldı orada, dəyişmək olmur. Text box'u seçəndə dəyişmək olur. Məsələn, bir dənə də text box açım. Bu text box. Bunlarla işiniz olmasa, bunlara gələcək dəstərimizə deyəcəyik. Text box. Məsələn, text box'un ikisini də seçib, ikisini də seçdiyimdən qaytarmaq olur. Bunu da bildik. Search axtarmaq deməkdir. Məsələn, mən bura bir şey yazıram. Default olaraq bu X gəlir. X-ə basanda bütün hər şeyi silir. Bura tel. Tel əslində telefon deməkdir. Telefon nömrəsi deməkdir. Bunun bir textdən bir
fərqini görmürəm. Məsələn, placeholder yazmaq olar. Placeholder-u deyəcəmsə nədir? Placeholder example göstərmək üçündür. Nümunə göstərmək üçündür. Yazıram. Nə yazım bura? 9 belə yazmayayım. Plus 994 çox yazdım. Delete yazayım. 1050 45. Nəysə, belə bir dənə nömrə yazdım nümunə olaraq. Bunun üstünə yazanda gördünüz ki, görsənmir. Bu 10 bildirir ki, nümunə göstərir. Və bunu seçə bilmirəm mən. Yazanda itir. Nümunə göstərir. Telefon nömrəvi yazmaq üçün bilməyənlər var bəzi. Burada label yazacağıq. Nümunə göstərmək üçün label yazım bir dənə. Label. Yazaq. Tel yazaq. Görürüz ki, buradan inputuma nə yazacağımı göstərmək üçün istifadə olunur. Tək inputda yox, bəzi taglar var onda. Placeholder da bildik. Sonra number. Number, məsələn, rəqəm yazır. Hərf yazdım ki. Rəqəm yazıram. Number buymuş, bu teliymiş. Bu siyahıdır, bu teldir, bu numberdir. Number'a yazıram, məsələn, 67. Burada default olaraq bu işarələr gəlir. Görürsünüz, məsələn, buna basanda çoxaldır, buna basanda azaldır. Bu belə. Time. Time'ın üstünə basanda, burada saat neçədir? 10:54'dür. 10:54. Gördüyünüz kimi burada göstərir. Bu time idi. Bu date'dir. Bu indi göstərdiyim date. Bunu da seçək. Hazır özü gəlir onsuz da. Vekdən də bunu seçdik. Günün ayın neçəsidir? 10'udur. 10. En güzeldi. Sonra vek var burada. Bunu da elədik. Sonra nə var? Email. Email məsələn, example nümunə olaraq example@gmail.com Bu Gmail üçün istifadə olunur. Email yazmaq üçün istifadə olunur. Bunda tekstdən bir fərqi yoxdur. URL. URL də məsələn hər hansı bir veb saytın linkini əlavə etmək üçün istifadə olunur. Bunda tekstdən bir fərqi görmürəm. Mount. Mount nədir? Mount bunu məsələn belə vurdum, bunu da belə vurdum, belə vurdum. Ayla ili göstərir mount. Sonra inputlar bu qədər idi. Baxım qeydlərə. Bir dənə də bir şey keçək. Oradan əvvəlki input. Box'u dedim, passwordu dedim, onu dedim. Div. Kodlarda ən çox istifadə olunan funksiyalardan biri divdir. Div çox istifadə olunur. Biz də onu çox istifadə edəcəyik. Div nədir? Div HTML-də bölmə, qutu, konteyner deməkdir. Yəni bir şeyi qruplaşdırmaq üçün istifadə olunur. Məsələn, div yazdım. Bir qutu yaratdı. Bunun içinə yazdım. Salam. Gördünüz? Salam gəldi bura. Bu divi biz CSS üçün istifadə edəcəyik. İndi burada sizə adları göstərim. Divə birinci class yazsaq, məsələn, container verirəm. Container. Burada CSS açıram. Style yazıram. Strong gəldi ki. Style yazıram. İçinə nöqtə.
İçinə nöqtə qoyuram style'ın. Yazıram container. Düyümün içinə nə yazmışamsa onu yazıram. Yazıram color cyan. Ne oldu? Kalk geldi ki. Cyan. Font weight. Font size. Medium. Yox, medium verməyək. 50 piksel verək tam görsəniz. Background black. Background repat. No repat. Yox, olmadı. Background color repat. Belə bir şey yox değil mi? Olmadı. Neyse bu olmur. Hə. Bu CSS'dir. Style CSS. Class yazanda deyə buna. Class yazanda nöqtə qoyuruq. Amma id yazanda id yazaq, class'ı silək. id yazaq. Bunun içinə yazaq container. Container. Bundan fərqi olmasın. id yazanda ds-lə yazırıq. ds-lə yazırıq. Gördünüz gəldi ds yazanda. Class yazanda nöqtə yazırıq. Okey? Bunu da bildik. Bu dərsimiz baxın, bitdi mi? Belə də baxıram, bir şey qalmadı. HTML-i bitiririk. Aha, bitiririk. CSS ən maraqlı dərslərdən biri. Ondan sonra JavaScript. CSS çox deyə. JavaScript ondan da çətindir. Başa düşmək çətin olur. Belə baxıram, bir şey qalmadı. Dərsimiz bura qədər. Kanalıma like atıb, abunə olmağı unutmayın.